Allah razı olsun. Cəzakallah xeyr. Qardaş soruşur ki, yəni nəyə görə bütün məsələlər Quranda gəlmir? Birincisi, elə bir şey yoxdur ki, Quranda gəlməsin. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki مَا فَرَّتْنَا فِي الْكِتَابِ مِنْ şey. Yani Ərəb dilini bilənlər bilir ki, yəni Ərəb dilinin qaydasıyla burada min nədir? Hiçbir şey. İstiqraqiyyə. Sən, istiqraqiyyə. Yəni elə bir şey yoxdur ki, o Kur'an'da zikr olunmasın. Hər şey var Kur'an'da. Kur'an-ı Kerim 114 surədə elə bir həyat məsələsi yoxdur ki, Kur'an'da olmasın. Bax, istəsəz mən gələn dəfə, yəni gələn dərs vaxt verirəm qardaşlara və yaxud da hər hansı bir insana. Get, hər hansısa bir dünyadan, hansısa bir məsələni gətir, mən sənə onu Qurandan tapıb gətirim cavabı. Hər hansısa bir məsələ olsun. İstəsən maşın ustası ilə bağlı olsun məsələ. Əhsən. Yəni, və çoxdur. Çoxdur. Quran-ı Kerimdə elə bir şey yoxdur ki, olmasın. Mən hətta o insanlar ki, Qur'ana qarşı onların şübhəsi var, şəkki var, mən onlara yəni meydan verirəm. Deyirəm ki, get, gətir hər hansısa bir məsələ, biz onu, yəni, deyək ki, bu Qur'anda yoxdur. Mümkün deyil olmaz. Mümkün deyil. Var Qur'anda. Bu birinci məsələ. İkincisi, Qur'anı nazil edən Allahdır Azze ve Celle. Bu dini göndərən Allahdır Azze ve Celle. Uca Allahdır. İnsanlardan soruşmayıb ki, mən bunu necə göndərim, nətər göndərim. Göndərib və deyib ki, tabi ol. Və istəsəydi, bütün əhkamlar Qur'anda təfsilatla gələrdi. Amma lazım bildiyini təfsilatla verib Qur'anda, lazım bilmədiyini təfsilatla verməyib. Misal üçün, baxsam milyonlarla müsəlman var, milyonlarla müsəlman, hətta deyər milyarla müsəlman var ki, sünnəyə əməl edir. O Qur'anilər var, özünə adına Qur'ani qoyublar. Sünnəni qəbul etməyən şavazlar, savadsızlar. Qur'anı təhqir edənlər. O Qur'ani adı olsa da, yəni onlara, amma haram olsun o adı onlara. Nəyə görə? Sadəcə onlar tək Qur'anı götürdüyü üçün belədirlər. Onlar qədər Qur'anı təhqir edən yoxdur. Nə qədər ayələr var Qur'an-ı Kerimdə, deyib ki, sünnəyə sarıl, sünnəyə tabi ol, Rasul'a tabi ol. Atiullah, atiur Rasul. Allah'a və Rasuluna itaat et. Qul in kuntum tuhibbunallah fəttəbi'uni. Allah'ı sevirsinizsə Muhammedin arxasınca gedin. Və fəliyəhzərillezin yuxalifun an əmrihi. Onun əmrinə, Muhammedin əmrinə müxalif olanlar həzər etsinlər ki, onları bəlaya salarıq. Bəlaya düçar olanlar da onlar. Nə qədər ayələr var belə. Allah Azze ve Celle bizə Quranda əmr edib ki, bunu elə. Yaxşı, Quran-ı Kerimdə gəlibmi ki, valideyni vurmaq olmaz? Var mı? Yoxdur. Birisi hədisə ki, deyəcək, yoxdur Quranda. Uf, mən uf demirəm, vururam, deyir valideyni. Quranda uf yoxdur ki, yəni onun sözü onun sözünə bənzir. Yəni Quran-ı Kerimdə elə bir kəlmə Allah Azze ve Celle gətirib ki, yəni ondan böyüyü min bəbin avlə olmaz. Daha layiqdir ki, sən onu etməyəsən. Yəni Allah Azze ve Celle deyir ki, Quranda uf belə demə valideyni. Əgər uf belə demə deyirsə, deməli valideyni narahat etmək olmaz. Valideyni əziyyət vermək olmaz. Valideynə səsi qaldırmaq olmaz. Valideyni narahat etmək. Valideynin hətta öz problemlərini valideynin yanında danışıb onu narahat etmək olmaz. Uf belə demək olmaz, yəni nə deməkdir? Yəni valideyn sizə of ana, of ata olmaz yəni. Hətta bunu belə demək olmaz. Amma bundan yüngül kəlmə olsaydı Allah onu istifadə edərdi. Yəni sən gəl dinən ki, Quranda valideyni vurmaq yoxdur və valideyni vurmaq haram deyil, əstəğfurullah. Tövratda gəlib ki, kim valideyni vurarsa onu öldürün. Kim valideyni vurarsa onu öldürün. Tövratdadır bu. Yəni bizdən qabaq şəriətlərdə gəlib, bəziləri gəlib. Quran-ı Kerimdə gəlib, bax, miras məsələləri təfsilatla. Nəyə görə? Çünki Allah Azze ve Celle bilirdi ki, insanlar imanına görə sünnəni yaxşı qəbul etməyəcəklər. Yəni, bəzi insanlar sünnəni təzim etməyəcək imanına görə. Quran-ı Kerimdə miras məsələsi, mal məsələsi olduğu üçün, bölgü məsələsi olduğu üçün miras məsələsi təfsilatla kimə 3də 1, kimə 2də 1, kimə 6də 1, kimə 8də 1, hamısı izah olunur Quran-ı Kerimdə. Kəsir ədədlərlə Quran-ı Kerimdə miras bölüşdürülüb.
Anaya nə qədər, ataya nə qədər, oğul varsa anaya nə qədər, oğul varsa ataya nə qədər, yoxdursa anaya ataya nə qədər, bacıya nə qədər, iki bacısı nə qədər, bir bacıdırsa nə qədər, bir qızsa nə qədər, iki qızsa oğlan yoxdursa nə qədər, bir oğlan iki qızsa nə qədər, oğlanlar var, qızlar var nə qədər, nə ata var, nə oğul var, bacı var, qardaş var, ona nə qədər. Hamısı Quranda təfsilatla gəlir. Ədədi ilə, kəsiri ilə, 6-da 1, 4-də 1, 2-də 1, 3-də 1. Gör, Quranın elminə bax. Hətta deyərdim ki, yəni, Quranın tərif etdiyi insanlar bu məsələdə elə elmli olublar ki, sən heç vaxt indi elə insanlar tapa bilməzsən. Bir kimi sən gətir. Əli radiyallahu anh'ın yanına gəlirlər, minbərdə olur. Xütbəni təzə verib qutarır. Yəni, minbərdə insanlara dərs öyrədirdi. Minbərdə ikən ona deyirlər ki, bax, bir neçə nəfər adam olur. Deyir, mən, bacım, qardaşım, atam, anam falan, bizlərə deyir, mirası öyrən. Deyir, saat 2-də 1, saat 4-də 1, sən 3-də 1, sən 5-də 1, hamısı gedirlər. Kim bölüşdürə bilər? Və ədədlərini deyir. Deyirsən, bu qədər sənəd, bu qədər sənəd, bu qədər sənəd, bu qədər sənəd. Get, riyaziyyat müəlliməsini gətir, müəllimini gətir, görün bu bölgünü elə biləcək şifahi şəkildə. Onların elə elmi olub, Allah elə insanlar seçib. Elə bilirlər ki, yəni sahabələr, yəni elmdən xəbəri olmayıb, bilməyib. Xeyr. Çox güclü olublar elmlərdə. Hətta riyazi elmlərdə belə. Allah Azze və Cəllə insanlara bir həftəyə bir sahabi, bir həftəyə bir qövmünün dilini onlara özü kimi öyrən. Get indi gətir. Bu tarix sübut edib bunu. Bir həftə ərzində. Get görüm, indi baş verə bilərmi elə şey? Heç baş verə bilməz. Bir həftə ya səfərəmsə bir ay ərzində olur. Bir ay ərzində ya bir həftə ərzində. Yəni, get gətirin, görüm, indi elə insanlar varmı? Ehtiyac olub, gedib öyrənib. Onlar kimi danış. Bu mümkün deyil, amma Allah Azze və Cəllə bunu nəsib edib, olub və tarix bunu sübut edib. Eləcə də Quran-ı Kərimdə nazil olan şeylər, hər şey var Quranda. Allah Azze və Cəllə bizə nə deyibdir ki, sünnədən götür. Muhammedə tabi ol. وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوا. Bax, deyir ki, Allah Rasul nəyi verirsə, onu götür. Sünnədə hər şey var. Və sünnəni Allah qoruyub. Və biz bunu həmişə misal olaraq çəkmişik. Biz heç vaxt şübhə etməmişik Nizaminin xəmsəsi haqqında. Heç vaxt şübhə etməmişik Firdovsinin şahnaməsi haqqında. Heç vaxt şübhə etməmişik Füzulinin hansı əsərləri haqqında. Bizlə onlar arasında biri 11 əsrdir, biri 9 əsrdir, biri 7 əsrdir. Heç kim şübhə etmir bu əsərlərə. Heç kim demir ki, insanlar çıxıb özünüzdən, yəni yalandan ad qoyub hər hansı bir şairlərə şeirlər nisbət etməyin. Kim deyib onu? Bir nəfər deməyib. İndi yaxşı, get görüm Nizaminin xəmsəsini bizə sənədlə çatdıran kim olub? Get gətir o sənədi. Kim kimdən ötürüb indiyə qədər gəlib. Get görüm var, yoxsa yox? Yoxdur. Sən onda bütün insanları ağılsızlıqda ittiham etmiş olacaqsan. Deyəcəksən ki, sən demə, indiyə kimi insanlar bu illər öncə, əsrlər öncə yazılan bu şeirləri ağılsızcasına götürüb, o şeirləri cəmaata öyrədirlər, uşaqlarına öyrədirlər, o hikmətləri, o və s. şeirləri. Kim bunu deyib indiyə kimi? Hansı ağıl sahibi? Heç bir ağıl sahibi yoxdur. Hamı da gözəl şəkildə qəbul edib. Amma şəriət bizə sənədlə gəlir. Yəni sənəd nə deməkdir? Ötürüblər bir-bir. Etibarlı insanlar. Sənədi var. Düz Allah Rasuluna kimi. Buxarinin indiki alimlərə qədər, indiki alimlərin Buxariyə qədər nələri var? Sənədlər yox. Buxarinin Allah Rasuluna qədər nəyi var? Sənədi var. Sənədləndir bu, sənəd. Yəni bunu qəbul etməmək ağılsızlıqdır. Ağıla sığmır bu məsələ. Yəni o insanlar ki, o Quranilər ki bunu qəbul etmir, onlardan böyük cahil insanlar yoxdur. Savadsız insan. Əgər onlar elm əhli olsa, o savad əhli olsa, heç vaxt bunu inkar etməzdilər. Özlərindən təfsir verirlər. Hərəsi baxsan 10 dənə Qurani var, hərəsi bir ay haqqında başqa bir rəy deyir. 10 dənə firqədirlər onlar özləri. Sadəcə onları birləşdirən nədir? Sünnəyə müharibə. Dinə müharibə. Və bir müddət sonra görsən ki, ateistlərlə oturub dururlar. Bir müddət sonra görsən ki, din düşmənləri ilə oturub dururlar. Onları birləşdirən bir nöqtə var çünki ona görə. Onlar İslama qarşıdırlar. Onlar İslama qarşıdırlar, onlar dinə qarşıdırlar. Onlar sünnəyə, tək sünnəyə yox. Kim ki sünnəyə qarşıdır, Allaha qarşıdır o insan. Anzəlnə iləykə zikra yetubeyinə linnəsi mən nuzilə iləyhim və ləalləhum yetəfəkkərun. Ey Muhammed, sənə zikir verdik ki, insanlara bunu izah edəsən.
Hanı o izah? Allah əgər izah edəsən deyibsə, mütləq şəkildə o izahı gətirməlisən sən. Yoxsa insanlar necə məscidlərdə cəm olub, Kəbədə cəm olub, necə insanlar eyni vaxtda eyni şeyi əməl edirlər? Hətta alimlərdən biri deyir ki, mən Quranilərdən münafiq insan görməmişəm, deyir. Diqqət et. Mən Quranilərdən münafiqin görməmişəm. Nəyə görə? Bax, deyir. Deyir, həccə gəlir, həcc paltarı giyinir. Məscidə girir, cəmaatla namaz qılır. Ya? Hardan götürmüsən bu ehramı giyinməyi? Hardan götürmüsən? Ha? Harada yazılıb Qurandakı ehram giyinməlisən? Deyir, balıq əti yeyirlər. Leşdir balıq əti. Ya? Quran-ı Kərimdə taxsislə götürsən, Qurana əməl etsən, yəni balıq əti sən yeməməlisən. Çünki Allah Azze və Cəllə Allahın adı ilə kəsilməyən ətlərə haram edib Quran-ı Kərimdə. Yəni balıq da onun içindədir. Hətta dəniz ovu olsa belə nə olmalıdır? Kəsim olmalıdır onda. Ha, niyə yeyirsən sən balığı? Ha, sən leş yeyirsən. Deməli sən münafiqsən. Münafiq ya yemə, ya dinən o həccə gedənlər var onlardan. Sən ona desən ki, sənin həccin batildir. Və yaxud sən xurafat üzərində həcc etmirsən. Xurafat üzərində qəbul etməyəcək. Çünki nəfsin ağır gəlir. Nəyə görə? Çünki pul verib ona. Həccə pul verib, əziyyət çəkib, ümrəyə pul verib, ehram giyinib, ehrama 25 manat pul verib. Hamısı puç olacaq. Onun xoşuna gəlməyəcək o. Amma deyirik ki, ya sən münafiqsən, insanlar necədirsən, elə əməl edirsən. İnsanlara görə əməl edirsən. Ya da ki, sən azmısan. Başqa yolu yoxdur. Ona görə bir dəfə Şeyx Məşhur deyir ki, bir dəfə deyir, təyyarəyə minmişdik, gedirdik ümrəyə, ya həccə. Gəldi, bir nəfər yanımızda, yəni onun üçün gecikdi samalyot, yəni təyyarə. Və dedilər ki, kimdir? Sonra o qrup rəhbəri dedi ki, bəs bu təzə başlayıb hədisləri inkar etməyə. Ehramı gəldi, giyindi, oturdu, deyir. Ona dedilər ki, sən ehram niyə giyinmirsən? Dedilər, sən ehram niyə giyinmirsən? Yəni, sən hardan götürdün ki, ehram giyinmək lazımdır? Hədisləri qəbul etmə. Ehram giyinmək hədislərdə gəlir. Deyir ki, nəsə insanlar mənə qınamasın. Dedilər, sən münafiqsən. Münafiqliyəsən, insanlara görə əməl edirsən. Və onlar da belədir. Sən hardan bilirsən ki, zöhr namazı 4 rükətdir? Məğrib namazı 3 rükətdir. Zəkatı necə verəcəksən? Hanı o təqsimatlar? Yoxdur. Allah Azze və Cəllə deyir, وَمَا أَتَكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا. Bu qədər kifayətdir. Yəni Allah Rasulü sizə nəyi versə onu götürün, nədə ona çəkindirsə ona çəkinin. Yəni biz də Quran bizə deyib ki, sünnədən götürürük. Bu qədər bəsit. Allah qoruyub. Aydın mı? Allah razı olsun. Kifayət. Subhanəkə Allah.